Məsələ 5. Fx bərabər 4x plus 3 olarsa fx'i tapın. Həlli. Fx funksiyasında x-in yerinə yenidən fx'i yazmaqla alınan başqa bir mürəkkəb funksiya olur. Ona fx funksiyası superpozisiyasıdır deyirlər. Yəni fx bərabərdir 4x plus 3-ə bərabərliyinə baxırıq. Funksional tənlik kimi biz buradan fx'i tapmalıyıq. Sağ tərəf xətti funksiya, 4x plus 3 xətti funksiyadır. Ona görə də fx'i biz ax plus 5 şəklində axtarırıq. Onda fx olacaq bərabərdir. Dediyim kimi x-in yerinə bu ifadəni yazmaq. O bərabər olacaq f(ax) plus b. Və bu da bərabərdir. Tapırıq ax plus b üstəgəl b. Və nəticədə bunu açıram, alıram, olur a kvadrat x ab plus b. Deməli, bu qiymət eyniliklə bu ifadəyə bərabər olmaz. Çünki sol tərəf eynidir, sağ tərəfdə buna bərabər olmalıdır. A kvadrat x üstəgəl ab plus b bərabərdir 4x plus 3-ə eyniliklə. Və naməlum əmsallar biz simmetrik bir-birinə bərabər eləyəcəyik. Burada olur a kvadrat x, b-ni çıxardanda olur a plus 1 vuraq b bərabər deyilmişlə 4x plus 3-ə. Diqqət eləsəniz görərsiniz a kvadrat x-in əmsalı a kvadrat bərabər olmalı 4-ə. A plus 1 vuraq b isə bərabər olmalıdır 3-ə. Buradan çıxır ki a kvadrat bərabərdir 4 olmalıdır. A plus 1 vuraq b bərabərdir 3 olmalıdır. Buradan tapırıq a bərabərdir plus minus 2, a bərabərdir 2. Mənfi 2 məsələnin şərtini ödəmir. Deməli a 2-yə bərabərdir. Dediyim kimi a bərabərdir mənfi 2 ödəmir. Və onun qiymətini yazıram burada yerinə. 2 plus 1 vuraq b bərabərdir 3 alırıq. 3b bərabərdir 3-ə. B bərabərdir 1-ə. Qiymətləri A-nı tapdım. B-ni də tapdım. Gətirib yerinə yazırıq fx-i tapırıq. Naməlum əmsallar tapıldı. Fx bərabərdir 2x plus 1. Beləliklə bu məsələnin həlli fx bərabər 2x